Bismillahirrahmanirrahim. İslam dininin göstərişlərindən biri də hər bir müsəlmanın, hər bir kəsin elm öyrənməsinin vacib olmasıdır. Hətta uzaq bir məkanlarda olsa da belə, əzab-əziyyətlə əldə olunması da olsa belə, çətinlikdə də olsa belə, hər bir müsəlmana elmin öyrənməsini bizim dinimiz vacib olaraq hədislərdə, ədəbiyyatda, dini mətnlərdə qeyd edib. Amma elmi hansı məqsədlə öyrənməyin barəsində isə bir çox hədislərimiz var. O hədislərdən də biri Həzrət Peyğəmbər sallallahu əleyhin hədisidir ki, oxuyacağımız hədisdir. Həzrət Peyğəmbər sallallahu əleyh bir neçə xüsusiyyət qeyd edir ki, əgər bu işlərə, bu mənfəətlərə görə elm öyrənsə, o insanların aqibəti necə olar? Birincisi bundan ibarətdir ki, kim əgər elmi fəxr eləmək üçün, digərlərinin yanında öyünmək üçün, özünü alim göstərmək üçün, təkəbbürlük üçün öyrənərsə, o insan dünyadan cahil olaraq keçər. İkinci xüsusiyyəti qeyd edir ki, əgər kim elmi danışmaq üçün yalnız öyrənərsə, məsələn, elm öyrənir, hər hansısa bir məsələni, elmi bir məsələni gedir, öyrənir, əziyyət çəkir, amma bu məqsədlə ki, insanlar arasında bunu danışsın, xoşa gələn bir insan olsun, alim kimi görsənsin, bu insan da dünyadan münafiq kimi keçər. Və üçüncü xüsusiyyəti qeyd edir ki, əgər bir kəs, kim ki dini, daha doğrusu kim ki elmi mübahisə üçün yalnız öyrənərsə, məsələn, xoşu gəlir ki, hər hansı bir məclisdə, bir cəmiyyətdə əgər bir elmi məsələ barəsində mübahisə düşərsə, bu da orada mübahisə eləyənlərdən biri olsun, xoşdur ki, belə olsun və mübahisədə qalib gəlsin. Buna görə, bu məqsədlə elm öyrənərsə, Həzrət buyurur ki, o insan dünyadan fasiq olaraq keçər. Və dördüncü xüsusiyyəti sayır ki, kim əgər elmi mal toplamaq üçün, var-dövlət əldə eləmək üçün öyrənərsə, o insan da dünyadan qeyri-müsəlman kimi keçər. Amma axırıncı, sonuncu məqsədi açıqdır. Həzrət Peyğəmbər buyurur ki, və mən təəlləməhu lil-əməli ma ta'arifən. Kim əgər elmi özünün həyata keçirtmək üçün, belə deyək, elmi əməl eləmək üçün, özünün yaşaması üçün öyrənərsə, o insan dünyadan mərifət sahibi kimi köçər. Hətta məntiqlə də belə bir şey fikirləşsək, baxıb görərək ki, Həzrət Peyğəmbərin bu saydığı məqsədlər, elm öyrənmək üçün məqsədlər ki, saydı, onların təbii ki, aqibəti barəsində Həzrət Peyğəmbər xəbər verdi ki, kim hansı məqsədlə öyrənərsə, dünyadan nə cür köçəcək. Amma məntiqlə baxanda bu dünyada da insanın hər bir insanın ki, öyrəndiklərini həyata keçirməyə böyük özünün bir ehtiyacı var. Belə bir misal demək olar ki, məsələn, bir nəfər tibb elmlərinə yiyələnir, amma bu məqsədlə yiyələnir ki, məsələn, digərlərinin yanında öyünsün, təkəbbürlü göstərsin özünü. Məsələn, kimlərləsə mübahisə eləsin və yaxud danışmaq üçün öyrənsin, amma o öyrəndiyi tibbi elmlərin, o məsələlərin heç birinə əgər bu insan riayət eləməsə, təbii ki, o insan xəstələnər, o insan sağlam olmaz, o insan normal yaşamaz, sağlam yaşamaz. Amma sağlam və normal yaşaması üçün öyrəndiyi o tibbi elmlərə əgər bu həyatda yiyələnib və onları özü həyata keçirirsə, o elmlərini özü əməl edirsə, yaşayırsa, təbii ki, o elmin də onun üçün faydası olacaq və hətta dünyadan köçəndə də belə mərifət sahibi kimi dünyadan köçəcək. Bu cəhətdəndir ki, Həzrət Peyğəmbər sallallahu əleyhi buyurur ki, elmi öyrənən kəs istəyir ki, bu dünyadan mərifət əhli kimi dünyadan keçsin, arif olaraq dünyadan köçsün. O insan gerək elmi öyrənirsə, ona əməl eləmək, yaşamaq məqsədi ilə, o elmi yaşamaq və yaşatmaq məqsədi ilə öyrənsin.